Dostlar salam. Hər birinizi xoş gördük. Sabahınız xeyir olsun. Nə tərsiz, nə var, nə yox, nə qədər vaxtı bir ara vermişdik video çəkilişinə. Qısa bir açıqlama olaraq xidmətinizə bəzi gedişatlar çatdırmaq istəyirəm. Allahın köməyi ilə aralıq eləyib video çəkməyə çalışacağım. Çünki işlərimiz çoxdur, biraz qarışıqlıqdır, bəzi problemlərimiz var. Ona görə biraz video çəkmək istəmirəm açığı. Ona görə də çalışır inşallah Allahın köməyi ilə bəzi vaxtlarda sizin xidmətinizə videoları çatdırmağa çalışacağım. İşlərimiz də odur ki, dediyim kimi qış vaxtıdır, qoyunların doğanları var, onlarla məşğul olunuq. Biraz örüşümüz zəifdir, axşamları yem veririk. Ona görə biraz hər şey üst-üstə gəldi, biraz qarışıqlıq oldu. Bizim küçüklərimizdən də biri xəstələnibdir, enterit xəstəliyi tutub. İç saxlayanlar bilər enteritin nə qədər ağır bir xəstəlik olduğunu. Hələ onun dalına yürünürəm neçə gündür elə, inanın ki, bizim dilxorçuluqdur, həm maddi sıxıntılar, maddi əziyyətlər var, həm mənəvi sıxıntılar var, hər şey qoyaq bir yana. Nə qədər vaxt məsələn saxladığım, belə deyim də, əziyyətini çəkdiyim bir heyvanın gözünün qabağında əriyib getməsi, nə qədər özün çırpınsan belə, iynəsi, dərmanı vaxtında olunsa belə baxırsan ki, yenə də o xəstəliyin elə bir ki, müalicəsi gəlib öz yerini tutmur. Baxırsan ki, əziyyətin gözünün qabağında əriyib gedir, məhv olur. Həm öz çəkdiyin əziyyət, həm səndən qabaq çəkilən əziyyətlər, hamısı baxırsan ki, bir 2 gün, 3 gün içində məhv olur, əriyib gedir. İndi biz də əlimizdən gələni eləyirik, sağ olsun yoldaşlar. Məsləhət eləyirlər, bunu elə, onu elə, sistem qoşdurmuşam 2 dəfə. İndi halı çox pis olsa yenə 3-cü sistem də qoşulacaq. Yox, yaxşılığa doğru getsə sistem olmayıb, başqa iynəsi dərmanı yenə öz qaydasında elənir. Bax belə. Küçüklərimizdən də Basar var idi, tanıyanlar tanıyır. Bərkutun qızı Basar, onu bu yaxından kürsəyə cütə vurduq, bala batıra. Onu da mən sahibləndirmişəm, Ağcabədi rayonuna gedəcək. Allahın köməyi ilə. İkinci, üçüncü kürsəyin də vurandan sonra, tam yığışandan sonra qardaşın təsərrüfatına gedib, bu təsərrüfatda öz xidmətini aparacaq qoyunun qırağında və ondan olan balaları da həmin təsərrüfatda öz xidmətini sağlı olsun gələcəkdə inşallah davam eləyəsidir. Xeyirli olsun deyək, dişimizin də qarnı dolu olsun. Safqan, Qurtbasar Azərbaycanın milli sərvətidir, milli dəyəridir. Azərbaycanın milli sərvətlərindən biridir demək olar ki. Milli sərvətlər çoxdur, onlardan biri də Qurtbasar qanıdır. Başqa ölkələrin dediyim kimi belə deyək də it cinsləri olduğu kimi Azərbaycan da it cinsi Qurtbasardır. Qurtbasarı hamımız qorumalıyıq. Kimin fürsəti, imkanı var, çalışıb o qanı, o nəsli, o gedişatı qorusun, saxlasın əlində. Belə deyim də qayğı göstərsin. Nəslin davamına, nəslin artımına kömək eləsin gücü çatdığı qədər. Nətər ki, necə ki, belə deyək, bizdən əvvəl bu əziyyəti çəkiblər, bizdən əvvəl bu qanı qoruyub gətirib bizim əlimizə təmiz qan olaraq çatdırıblar. Biz də öz növbəmizdə o işi növbəti cavan nəslə ötürməliyik inşallah. Başqa itlərimizdən də bildiyiniz kimi bala batırdı, Maridir, onların balası Talandır, erkək küçüyümüz, bir də ki qızıl küçükdür. Xəstələnən də
Qızıl küçükdür, adı qızıldır, dişi küçükdür. O da inşallah ölməsin, sağ qalsın. O da gələcəkdə sağlı olsun. Yenə Safqan küçüklərin anası olacaq da, bax belə deyim. Sağlı olsun. Bəzi məsələdə bir gedişat da var. Bizim Azərbaycan xalqını öz cənginə almış, problem yaratmış məsələ davaq xəstəliyidir. Allah'a şükür bizim davaqdan bir problemimiz olmuyor. Olmağını da istəmirəm. Heç kimin də o problemlə qarşılaşmağını rəva görmürəm. Hətta belə deyək, ən pis adam olsa belə, kim olur olsun fərqi yoxdur. O davaq xəstəliyindən əziyyət çəkməyini istəmirəm. Çünki çox belə pis xəstəlikdir. İnanın ki, insanın malı gözünün qabağında ağrımağı, xəstələnməyi, məhv olmağı, ərməyi, ölməyi çox ağır bir şeydir. İnşallah ki, Allah Azərbaycan xalqını qorusun bu bəladan, bu fitnədən, fəsaddan, bu problemdən. Azərbaycan xalqına Allah bu davaq xəstəliyindən nicat versin. Xalqımızı, millətimizi Allah'a ant verim öz izzət cəlalına bu bəladan xilas eləsin inşallah. Hə dostlar, videomu yekunlaşdırmaq istəyirəm. Qısa olaraq sizə bir açıqlama vermək borclu bildiyim özümə. Allahın köməyi ilə gələcəkdə və irəliləyən günlərimizdə qısa da olsa belə sizin xidmətinizə ümumi gedişat barədə inşallah fikirlərimizi, videolarımızı çatdırmağa çalışacağım. Qısa videolarımız olur, amma uzun video çəkmək istəmirəm. Bir balaca yüngüllük olsun, işimiz yüngülləşsin. Üzü qışa doğru problemlərimiz çox olur, işlər çox olur. İnşallah Allahın köməyi ilə yeni videolar və yeni görüntülər, fikirlərimizlə sizin xidmətinizə çatacaq. Sağlı olsun, sağ olun, görüşərik inşallah. Allah'a əmanət.